Değerli izləyicilərim, hər vaxtınız xeyir olsun. Dostlar, bugün Zaqatala rayonu Aşağı Tala kəndinə, gözəllər gözəli Aşağı Tala kəndindən bir dənə həyətyanı torpaq çıxartmışlar sizə dostlar. 32 sot. Sotu neçə bilirsiniz dostlar? Həyətyanı torpağın sotu 1000 manatdan. Həm də dostlar görürsünüz də fındıq bağıdır. Burada 70 ağac fındıq var. Dostlar 70 ağac fındıq var. Burada hər il 500-600 kilo fındıq olur. Dostlar tam kupçalı yerdir. Bax qırağa hər tərəfi dostlar evlərdir. Görürsünüz evlər. Yəni yaşayış məntəqəsinə yaxındır, artizana yaxındır. Bütün kommunalları var. Qazı, suyu, işığı, internet xətti, yəni və buradan qabaqdan keçir dostlar. Kim bu torpaqla maraqlanmaq istəyirsə 055 315 56 71 nömrəsi əlaqə saxlayın və yaxud Ramin qardaş sən də bir dənə nömrə zəhmət olmasa. 055 846 49 46. Dəyərli izləyicilər, əziz Bakılılar, zəng vurursunuz deyirsiniz qardaş, kəndə yaxın yerdə fındıq bağı varmı? Bəli, var. Bax sizlər üçün həyətyanı, həm fındığı var, yəni içində meyvə ağacları da var. Aşağıda içində meyvə ağacları var dostlar. Kim bu torpaqla maraqlanmaq istər, zəng edin dostlar. Qiymət sotu 1000 manatdır, real alıcıya cüzi endirimdə olacaqdır. Alana da satana da xeyirli olsun. Sağ olun dəyərli izləyicilərim. Zəng edin, bu gözəl bağa sahib olun. Çox gözəl bir yerdir. Həqiqətən də çox gözəl yerdir. Dostlar zəng edirsiniz. Zəng edirsiniz qardaş, Səbuy yerin varmı? Bakıdan zəng edirsiniz. Bütün rayonlardan zəng vurursunuz. Bəli, sizlər üçün bu gözəl torpağı, bu gözəl bağı çıxartmışam. Zəng vurun. İnşallah sataq sizə. Xeyirli olsun. Sağ olun. Alanı da satana da.